Bugün Montenegro Kotor'dayız. Gördüklərimi sizə göstərmək üçün Sabin gözünü izləyəcəksiniz. Bir tərəfdə dağlar, bir tərəfdə Adriatik dəniz. Kotor həqiqətən də kartpostaldan çıxmış şəhərə bənzəyir. Montenegronun ən məşhur şəhərlərindən biri olan Kotorun dar küçələrində hər addımda tarix hiss olunur. Kotor körfəzi dünyanın ən gözəl körfəzlərindən biri hesab olunur və buranı canlı görmək fotolardan qat-qat təsirlidir. Sakit dəniz, qədim daş evlər və dağlarla əhatələnmiş mənzərə. Kotorun sehri məhz budur. Bu şəhərdə tələsmək olmur. Kotoru hiss etmək üçün sadəcə gəzmək kifayətdir. Maraqlısı odur ki, Kotor həm də pişiklər şəhəri kimi tanınır. Burada pişiklər şəhərin ayrılmaz hissəsinə çevrilib. Onlar demək olar ki, hər küçədə görmək olur və onlar toxunulmazdır. Köhnə şəhərin sehrindən ayrılıb Kotor körfəzinin incilərindən biri olan Perasa yollanır. Bir çox turistlər Kotora gəlir, ancaq ən gözəl kartpostal şəkillər məhz Perasdan çəkilir. Maraqlısı odur ki, Perasın qarşısındakı Our Lady of the Rocks adası sonradan yaradılıb. Dondurmamızı aldıq. O adaya getmək üçün nə gəzintilər var? Bir nəfər 10 eurodur, 2 nəfər 140 manatdır. Bu adaya əslində çox qəşəngdir, çox gözəldir, amma ora giriş yoxdur. Ora qadağandır giriş. Ancaq bu adanı gedib görmək olar. Gedib baxaq nə var. Sizi bilmirəm, mən quru nanəli dondurma 2 dəfədir sınayıram. Yəni möhtəşəm dadı var. Biletimizi aldıq. Bizimki yaşıldır. Əfsanəyə görə 1452-ci ildə iki dənizçi dənizin ortasında qayanın üzərində Məryəm ananın təsvir olunduğu bir şəkil tapır. Onlar bunu möcüzə hesab edir və həmin yeri ziyarətgah etmək qərarına gəlirlər və buranı daşlarla yığaraq hal-hazırda gördüyünüz adanı yaratmış olurlar. Dağların bütün başı duman, sis. Suyun təmizliyinə baxın, tərtəmiz. Videoya sığmayan çox maraqlı kadrlar və yadda qalan xatirələrlə gəmiyə qayıdıq. Axşam yeməyində 4 növ təam daddıqdan sonra həmişəki kimi gecəni gəminin göyərtəsində sonlandırırıq. Biz gecə yuxuda olarkən gəmi bizi Montenegrodan Yunanistana aparacaq. Hələlik.